Salamlar. Bugün sizlərə Wunhub platforması üzərindən yüklədiyimiz Bob CTF labının həllərini göstərəcəm. Burada əsas məqsəd yəni sonda root olmaq və flag TXT-nin kontentini oxumaqdır. Yəni əvvəldən işləmişəm, amma yenə də sizə göstərəcəm burada. Demək, birinci bunun işləməsini təmin etmək üçün VMware-də və yaxud da ki VirtualBox-da Kali Linux-la həmin bu yüklədiyiniz OVA faylına ayrılan Bob belə deyək də faylını eyni anda ranlamalısınız ki, yəni bundan ikisi də virtual maşındır da. Eyni anda ranlamalısınız ki, bunun IP adresini mən burada öz şəbəkəmi ümumi skan eləyəndə görə bilim. Məsələn, məndə hal-hazırda if config etsəm, lokal hal-hazırda Ethernet şəbəkəmin IP adresi budur. Mən bu IP adresə uyğun nmap scan vuranda, yəni nmap 192.168 32.0/24-sn yazsam, sn burada portsuz scan üçün istifadə olunan optiondur. Mənə lazım olan IP adres bax budur. 192.168.32.140. Bu həmin bu burada ranlanan Bob CTF maşınının IP-sidir. Mən əgər bu IP-ni götürsəm, Ctrl-Shift-C, bu IP-ni götürüb nmap scan vursam, nəticələrinə baxa bilərik. Deməli, -sv optionu version skanləmək üçündür. Threader open bildiyimiz kimi portun vəziyyətini göstərir. Yəni ancaq açıq portları göstərmək üçündür. T4 həmin belə deyək də portlara saniyədə 4 dənə request göndərməyimizi bildirir və bu da IP adresimizdir. P3 isə bütün TCP portlarını skan eləmək üçündür. Enter vuraq və gözləyək. Görək, yəni bu scan vasitəsilə bizim vulnerable maşınımızda, yəni həmin bu vulnerable maşında hansı portlar açıqdır. Gördüyümüz kimi FTP portu açıqdır, daha sonra ASP portu açıqdır və SSH portu açıqdır və SSH default portu olan 22 üzərində yox, başqa bir port üzərində açıqdır. 80 portu açıqdırsa, onda bizdə default bir dənə web site var. O web site da elə həmin bu IP-dədir. Gedirik bura və IP adresimizi buraya yapışdırıb enter vuranda bizi Millbrook High School-un belə bir default web saytı qarşılayır. Bu web saytda birinci Ctrl-U edib page source koduna baxıram, amma burada comment işarəsi altında və s. nəsə önəmli bir şey görə bilmirəm. Onda deyirəm ki, gəlin bunu birinci biz GoBuster-a verək, directory enumeration edək. GoBuster-dır, Feroxbuster-dır və yaxud da ki Dirbuster-dır. Bunlar ümumi directory enumeration istifadə etmək üçün, yəni belə deyək də, lazım olan web saytda hidden directory'lər tapmaq üçün istifadə olunan toollardır. Məsələn, istifadə qaydası necədir? -u optionu ilə burada URL-i veririk. URL-imiz budur. -v optionu ilə isə word listi veririk. User-ın içində, share-ın içində, word listin içində, dörbün içində common txt faylını seçəcəm və bu faylı verəcəm. -k-t 20 optionu isə həmin bu web sayta saniyədə 20 requestin göndərilməsini simvolizə edir. Enter vuranda bizə bu hidden directory'lər çıxartdı. Burada bizə lazım olan robots.txt-dir və buradan status kodlarına da baxa bilərsiniz. Zaten bu üçü 403, yəni unauthorized, daha doğrusu forbidden-dır, yəni icazə verilmir. Eyni ilə bu da forbidden-dır, amma bunlar 200-dür, yəni uğur kodur 200 bizdə. Ona görə də bunlara girə bilirik. Bizə lazım olan robots.txt faylıdır. Bu fayla girəndə gördüyümüz kimi user agent tərəfindən bu uzantılara girişə icazə yoxdur deyilir. Amma əslində var. Məsələn, birinci gəlin buna baxaq. Bunu götürürəm. 192, 168, 32, 140-ın davamına yapışdırıb enter vururam. Burada belə bir txt'imiz var. Really who made this file at least get a hash of your password to display. Hackers cannot do anything with the hash. This is probably why we had a security breach in the first place. Belə bir dənə txt faylıdır. Bu lazım deyil. Bizə lazım olan isə budur. Devshell PHP faylı. Gəlirəm bura. Bu hissəni silirəm. Bunu qoyuram bura. Burada gördüyümüz kimi bizim bir dənə web shell'imiz var. Yəni saytda input bölməmiz var və biz fikirləşirik ki, yəqin ki bu input bölməsi command injection-a qarşı həssas ola bilər. Və command injection-ın da izahını axırıncı video dərsdə qeyd etmişdim. Yəni nədir, ümumiyyətlə qeyd etmişdim. Məsələn, biz burada çıxdısı bir sətirlik olan bir kod yazaq. Deyək ki, whoami kod yazıram və daha sonra submit edirəm.
Gördüyümüz kimi www data user olduğumuzu bizə qaytarır. Demək bu blind command injection deyil də, verbose command injection'dır. Çünki onun çıxdısı user'a ekranda görsənir. Onda mən fikirləşirəm ki, mən əgər bir dənə bura reverse shell kodu qoysam və terminalda dinləmə açsam, bu reverse shell kodunu işlədəcək və daha sonra mənə oradan shell gələcək. www data user kimi mən sistemə girə biləcəm. Onda gəlirəm buradan reverse shell cheat sheet'ə və buradan ən sadə reverse shell'lərdən biri olan bash tcp shell üçün lazım olan kodu götürürəm. Amma burada bir dənə düzəltməli olduğumuz hissə var. Mən bu kodu bu formada istifadə etməməliyəm. İlk öncə buradakı IP yerinə öz IP-mi yazmalıyam. Öz IP-im nədir? 192, 168, bir dəqiqə. 192, 168, 32 və 130. Porta isə hansı port dinləyirəm onu yazmalıyam. Məsələn, elə 80-80 də qalsın deyək ki. Amma bu belə işləməyəcək. Niyə? Bu belə işləməyəndə bunun qabağına bash yazmaq lazımdır. Yazırıq bura. Hə, bura yazmaq olmur deyəsən. Yox, olur. Sadəcə nəsə donur. Bash-c yazıb, bax bu son kodumuzu dırnağa alırıq. İşləmək üçün. Yəni yoxlamışam, birinci formatında işləmir bunun. Tamamdır. 80-80 portu üzərində dinləmə etməliyik. NC, LV, NP 25-4, hə. Tamam, 80-80. Və enter. İndi gedirik orada komandı çalışdırırıq və terminala qayıtsaq görürük ki, bizə shell gəlib. Amma burada biz bir şey yaxşı etmədik. Gəlin dinləməni başqa cür edim. Belə deyim də, bunu dinləməni etməmişdən qabaq NC, yəni encoding qabağına rl wrap yazmaq lazımdır. Niyə? Bunu yazmasaq da olar. Sadəcə bu shell'in interaktiv olmasını təmin edir. Yəni biz normalda netcode-la dinləmə açandan sonra shell olanda, məsələn belə sağa sola gedəndə qəribə simvollar çıxır. O da bütün biraz insan əsəbini pozur. Amma rl wrap yazanda bu problem yaşanmır. Ona görə yəni bunu yazırıq ki, daha interaktiv shell alaq. Submit edəndə burada yəni də shell'imiz gəldi. Tamam. Mən hal-hazırda ID yazanda görürəm ki, sistemdə www data user-yam. Birinci gedək home qovluğuna, görək bizim hansı potensial userlarımız var. Home qovluğuna gedirəm və ls edəndə görürəm ki, məndə Bob, Elliot, GC və Seb deyilən müəyyən userlar var. Birinci gəlim Bob userına baxış ataq. Görək burada nə ola bilər. ls-ela edəndə məndə görürəm ki, burada müəyyən fayllar var. Məsələn, buradan bizə deyək, belə deyək də, maraqlı ola biləcək fayllar, yəni müəyyən içində gizlənmiş, yəni məlumat gizlənmiş olan fayllar bash history ola bilər və yaxud da cache ola bilər və yaxud da documents'ın, downloads'ın içində nəsə ola bilər. Burada bizə maraqlı olan fayl documents qovluğundadır. Documents'a girdim, ls edək. Burada çoxlu directory'lər var, göstərəcəm. Aha, ən önəmli fayllarımızdan biri burada login.txt GPG-dir. Bu fayl GPG ilə encrypt olunmuş bir fayldır. Yəni biz bunu hal-hazırda belə oxuya bilmirik. Və bunu biz əvvəlcə öz sistemimizə yükləməliyik. Mən də bunu əvvəldən yükləmişəm. Baxın, burada hal-hazırda məndə login, bir dəqiqə, cat login.txt GPG var. Bəs bunu necə yükləmək lazımdır? Yükləmək üçün gəlirsiniz bura, yazırsınız NC, öz IP-nizi yazırsınız, bayaq dediyim 32-130, dinləmə aldığınız port, yəni 80-80, kiçikdir işarəsi və bu faylın adını burada yazırsınız, login.txt JPEG. Başqa bir tab açıb, orada isə yazırsınız NC, LVNP 80-80, yəni həmin port və bu dəfə böyükdür işarəsi, o faylın adını buraya yazırsınız. Bunu yazanda, eyni anda yazanda sizdə şey olur, həmin fayl sizin öz əsas sisteminizə düşmüş olur. Mən də bu yolla bunu bura yüklədim. Və ilk öncə əslində mən bu faylı dekrypt eləməliyəm ki, bunu TXT formatına salım və içindəki kontenti oxuya bilim. Və bunu da məsələn belə bir komandımız var. GPG2 John. Məsələn bu faylı verirsən, daha sonra məsələn hash halına salırsan və daha sonra onu John yazırsan, həmin o hash txt-ni yazırsan, word list optionu ilə word listi verib qırmağını gözləyirsən password-u, passphrase-i. Amma elə sınadım olmur.
Əslində isə onun passphrase, yəni hansı passphrase-dən söhbət gedir? Burada cpc -d login text JPEG yazanda bizdən password istəyir. Bu passwordu biz hardan tapacaq göstərəcəm. Demək, bizdə bundan əlavə stuff.txt faylı var. Gəlin onu oxuyaq. Stuff.txt faylı var. Burada da sistemdə olan userlar haqqında müəyyən məlumatlar verir, amma bu da bizə o qədər önəmli deyil. Biz indi gedək secret qovluğunun içinə. Burada çoxlu qovluqlar olacaq. Secret qovluğunda ls-l edək. Demək, keep out adlı bir dənə qovluğumuz var. Gedək o qovluğa. ls-l. Daha sonra burada belə qovluqlarımız var 2 dənə. Bizdə lazım olan qovluğumuz buydu deyəsən. Bəli, buydu. ls-l edək. No look in here. İndi isə bu qovluğa girməliyik. Və ls edəndə notes.sh faylı var. Bunu açaq. Notes.sh. Və bu faylın içində mən də birinci baxanda düşündüm ki, burada heç nə yoxdur. Əslində isə üzrlü sayın. Əslində isə burada hər sətirdəki sözlərin baş hərfi, yəni məsələn burada Harry Potter'da H, burada A, burada R, bunları bu formada alt-alta qoyanda bir dənə söz alınır. Baş hərflərdəki söz deyirəm ha. Harpokrates. Harpokrates bizim həmin bu GPG faylı üçün lazım olan passphrase-imizdir. Harpokrates. Enter vuraq və həmin o GPG faylı üçün olan şey yazaq. Harpokrates. Enter vuranda bizə Bob user üçün fikir verin, nəyi verdi? Bob user üçün lazım olan credential'lar, yəni username və şifrəni verdi. Amma biz əvvəlcə burada Elliot user kimi qoşulmalıyıq. Düzdür, Bob user kimi də qoşulma olar. Yəni bununla da qoşula bilərsiniz SSH vasitəsilə və yaxud da burada bir dənə də önəmli faylımız var. CD home-a gedək və buradan CD Elliot yazaq. ls eləyəndə burada the admin is dump.txt faylımız var. Bunu oxuyanda Elliot üçün lazım olan credential'ları öyrənirik. Bax, burada yazıb son sətirdə. It's only a matter of time before it's broken into, so because of this, I have changed my password to the admin is dump. Yəni Elliot üçün credential'lar username Elliot'dır. Elliot və passwordum isə the admin is dump. Bu da bizim nəyimizdir? Passwordumuzdur. Yəni indi biz Bob user kimi də qoşula bilərik və yaxud da ki, dediyim kimi Elliot user kimi də qoşula bilərik. Mən elə Elliot user kimi qoşulacağam. Əvvəldə qoşulmuşam. Elliot IP adresimiz 192.168.32.140 -p, o da mmap-skanda çıxan port nömrəsidir. 25468. Enter. Passwordumuz the admin is dump deyirik. Və hal-hazırda Elliot user kimi sistemdəyik. Və mən hal-hazırda burada ls eləyəndə flag.txt faylı yoxdur, düzdür? Mən flag.txt faylının kontentini görmək üçün root olmalıyam. Və Bob üçün lazım olan credential'larım burada var. İndi mən onda nə edərəm? User'ımı dəyişərəm. Gəlirəm bura, bunu kopyalayıram və deyirəm ki, su Bob. Yapışdırdıq passwordu və hal-hazırda gördüyünüz kimi sistemdə Bob'uq. Privilege escalation etməliyik. Bunun üçün də ən sadə sudo-l-dən istifadə edə bilərik. Sudo-l komandı hansı, belə deyək də, istifadəçilərin hansı komandları root kimi runladığını və yaxud da müəyyən bir user'ın adı ilə runlaya biləcəyini göstərən komandımızdır. Məsələn, burada yenə bizdən password soruşur. Bob'un passwordunu yazanda all dedi. All deməkdir ki, yəni bütün user'lar sudo su yazmaqla birbaşa root user ola bilər. Biz də ona görə sudo su yazırıq və enter vuranda artıq rootuq. ls eləyəndə, burada ls-la eləyəndə bütün faylları görmək üçün flag.txt faylımız olmalıdır. cd root yazaq. Yox, burada yox. Burada ls-la eləyəndə flag.txt faylı. Bizə lazım olan fayl budur. Bunu oxuduqsa lab bitir artıq. Flag.txt. Və oxuduq. Yəni, içində hər hansısa bir flag yoxdur, sadəcə baxın, bu var. Thanks for playing var. Yəni, belə bir lab idi.
Sadədir, yəni çox çətin deyil. Sadəcə biraz forensik, yəni müəyyən araşdırma qabiliyyət tələb edir. Yəni mən indi sizinlə biraz daha sürətli həll etdim, amma əslində bunu öncə həll etmişəm deyə belə sürətli oldu. Yəni düzünə qalsa. Çünki burada nə qədər qovluqlar, bu qovluqların içində nə qədər TXT fayllar. Mən hər bir bu userların qovluqlarına girmişdim ayrı-ayrı. Sebastianın və yaxud da GC-nin ki görüm bunların James'in daha doğrusu ki görüm bunların hansısa folderlarında müəyyən credential'lar varmı deyə. Və bir də Mmap nəticələrində çıxan FTP portu üçün isə credential olmadı. Yəni FTP portundan heç istifadə etmədik. Sadəcə SSH və HTTP portundan istifadə edərək sistemi ələ keçirdik. Belə əgər bəyənsəz bəyənməyi və videomu bəyənsəz bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.